Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Assalamu aleykum. Əziz müsəlmanlar, dəyərli insanlar, Allaha təslim bəndələr. Xoş gördük sizin hamınızı. Bugünkü bizim Qurani-Kərim söhbətimiz, dərsimiz fəth ilə əlaqəli olacaqdır. Fəth qalibiyyət və zəfərə çatmaq deməkdir və bu barədə Quranda 32 ayə keçməkdədir. Fəth qalibiyyət və zəfərə çatmaq deməkdir. Fəth deyiləndə günümüzdəki müharibələrin heç birisi fəth buna biz qiyaslaya bilmərik. Çünki günümüzdə müharibələrin əksəriyyətinin müharibələri başlayan tərəflərin əksəriyyətində mənəviyyat və gəlir əldə etmə və yaxud da kimisə özlərindən asılı etmək kimi məqsədləri vardır. Torpaqları zəbt eləmək, dəyərli materialları və yaxud da digər bir şeyləri zəbt eləmək və yaxud da bunu məsəl verə bilərik. Buna aydın məsələ İsrailin Fələstin torpaqlarına etdiyi təcavüz, orada işğal eləyiblər. Buna fəth deyilmir, bu işğaldır. Bu soyqırım sayılır. Fələstin üzərində etdikləri İsrailin hücumları nəticəsində orada qırılan yüzlərlə və hətta minlərlə məsum insanları öldürüblər, silahsız insanları öldürüblər, evdə olan insanları, heç nədən xəbəri olmayan insanların üzərinə bombalar yağdıraraq İsrail xalqı Fələstin üzərində belə soyqırım eləyib. Buna fəth deyilmir, buna qalibiyyət deyilmir, bu zülmdür. Bu arada YouTube kanalıma abunə olaraq dəstək ola bilərsiniz və bəyənmə tuşunu da basaraq dəstək ola bilərsiniz. Daha çox insanlar görsün deyə like işarəsində qoya bilərsiniz. YouTube'un playlist bölməsində Quran dərsləri mövcuddur. Oradan dərsləri izləyə bilərsiniz. Diqqətinizə görə minnətdaram. İndi fəth sözünün nə demək olduğunu biraz da yaxından tanıyaq. Fəth sözü, savaş ilə əlaqəli bir Quran dərsim olmuşdur. Bugünkü dərsim fəth ilə əlaqəlidir və bunun nə demək olduğunu həm termin, həm də Quran ayələri ilə biz bugün anlamaya çalışacağıq. Fəth və ya fəth savaşı sözlükdə açmaq, yol göstərmək, kömək etmək, hökm vermək, qalibiyyət və zəfərə çatmaq mənalarında gələn fəth bir term olaraq müsəlmanların ölkə və şəhərlərə kəlimətullah, Allahın kəlamını ucaltmaq məqsədi ilə İslamiyyətə açmaları mənalarında istifadə olunur. Fəth sözünün bu məna verdiyini biz bildik. Yoxsa İsrailin Fələstin torpaqlarına etdiyi hücumlar, İranın İsrailə bir-birlərinə atdığı dronlar və yaxud da mülki şəxslərin orada zərər çəkməsi bu fəth deyildir. Bu işğaldır və yaxud da buna da soyqırım və yaxud da buna da razboy deyək. Bu adi insanlar evdə yatır, gecə vaxtı bir də görürsünüz dron gəlib evləri darmadağın eləyir, hər şeyi məhv eləyir. Yəni bu o deməkdir ki, bu soyqırımdır. İnsan nəslini qırmaq, insanları dəyər dəyməzə öldürmək. Buna başqa bir şey deyilmir. Allah köməkləri olsun, Allah yardımçıları olsun. Tez zamanda bütün dünyada olan çaxnaşmalar, müharibələr tez zamanda öz həllini tapsın və insanlar sülh, əmin, amanlıq içərisində yaşasınlar. Heç bir insan bu dünyada ölməsin və yaxud da kimsə kimisə öldürməsin. Heç birinin digərinə düşmənçiliyi olmasın və yaxud da biri digərinin torpaqları zəbt eləmək məqsədi ilə digərinə hücum eləməsin. Ədalətli şəkildə bu dünyada bütün insanlar Allahın bildirdiyi Quran ayələrinə uyğun yaşayarsa, Qurana uyğun yaşayarsa, heç bir problem olmaz və yaxud da heç bir ayrı seçkilik olmaz. Həm Amerika, həm Rusiya, həm İran, həm
Yaponiya, həm Kitay, heç birisi bir-biri ilə düşmənçilik eləməz. Heç birisi. Burada bir neçə gün qabaq İrana eləyən hücumlar Amerikanın texnikası ora o drona tutulmayan samolyotlar tərəfindən o İranı vurdular. İsrailin gücü çatmadı. İsrailin dəstək olan da NATO'dur, NATO da Amerika. Dünyada bütün qarşıtlıq eləyən, dünyana olan ədalətsizlik eləyən hökumət Amerikadır. Hər bir yerdə, hər bir bölgədə o ədalətsizlik eləyir. Dünyada xanlıq eləmək istəyən, dünyada liderlik eləmək istəyən və digər ölkələri özündən asılı eləmək istəyən dövlət, hökumət Amerikadır, NATO'dur və onlar acımırlar. İraqda nə qədər müsəlmanları qırdılar. Saddam Hüseyni astılar, Qaddafini öldürdülər. Bu hamısı Amerikanın əli ilə olan şeydir və İranda olan dron müharibəsi də İsrail Trump'a dedi ki, Trump da gedib həmin yerləri darmadağın elədi. Deməyim odur ki, bu savaşlarda əziyyət çəkən adi vətəndaşlardır. Fəth əvvəlcə qəlbi və ağlı İslam gerçeğine açmak, ikinci olarak da İslam'a karşı ne varsa o engeli ortadan kaldırmaktır. Fəth bu demektir. Budur fəth. Əsl fəth budur. Əsl qurtuluş budur. Fəth insanın könlünə və ağlına çatmayı mümkün edecek ortamı hazırlamak mənasına da gelir. Fəth bir soyqırım veya işğal değildir. Günümüzdeki fəthlər, günümüzdeki müharibələr soyqırım və işğaldır. Ancaq fəth bu deyildir. Hər şeyi əsl sahibinə vermək, çatdırmaqdır. Fəthin əsas məqsədi, mahiyyəti hər bir şeyi əsl sahibinə vermək və çatdırmaqdır. Kim olursa olsun. İçimizdəki və ya ətrafımızdakı işğalları ortadan qaldırmaqdır. Həm içimizdə olan işğalları, həm də ətrafda olan işğalları ortadan qaldırmaqdır. Günümüzdəki savaşlarda bəzi işğalçılar öz gücünü və digər ölkələrin gücünü ələ alacaq şəkildə genişlətmək üçün yürüdülən və bu məqsədlə insanları silah zoru ilə boyun əydirməyə təslim olmalarına yönəldən İsrail işğalını biz görürük. İsrailin işğalını biz gördük, Fələstində etdikləri. Günümüzdəki müharibələrin, fəthlərin çoxunda kimlərinsə mənfəətləri durur. Çünki savaş anidən ekonomiyə ciddi zərbələr vurur. Bu savaşların arxasında kimlərinsə mənfəətləri var. Məsələn, bir neçə gün əvvəl olan İran-İsrail dron savaşından sonra gün neft 10% bahalaştı. Bunu da siz görürsünüz internette. Hemen drone savaşından sonra neft 10% bahalaştı. Ve bu ekonomiye ziyandı. İnsanlara ziyandı. İnsanlar üçün ekonomiye eləyən zərbələr, müharibədən sonra bu zərbələr insanların yaşantısına çətinliklər yaradır. Və bu çətinlikləri də özləri yaradırlar. Bununla da biz görürük ki, müharibələrin məqsədi ölkələr arasında insanların əziyyət çəkməyə sürükləmələridir. Günümüzdəki savaşların müharibə başladan tərəflərin çoxunun hər hansı bir mənfəəti vardır. Savaşı başlayan tərəfin hər hansı bir mənfəətləri vardır. İslam dini, Qur'an heç vaxt savaşa başlayın əmri vermir. Siz savaşa başlayın əmri vermir. Sizinlə savaşanlarla siz də savaşın əmri verir. İslam heç vaxt müharibəyə, savaşa başlayın əmri verməz. Hər zaman İslam müdafiə mövqeyini tutun deyir. Allah müdafiə mövqeyini tutun.
Sizinlə savaşanlarla siz savaşın Allah deyir. Siz savaşmağa başlayın Allah demir. Dediyim odur ki, həm Amerika, həm İsrail, həm və digər ölkələr Allahın qoyduğu qanun qaydası ilə yaşasalar, Qur'ana riayət eləsələr heç bir çətinlik olmaz və bu çətinlikləri özləri eləyirlər və bu gün də vətəndaşlar, insanlar, cəmaət, xalq əziyyət çəkir. Hər şey bahalaşır. Çünki bir ölkə digər bir ölkəni heç bir səbəbi olmadan onlara savaş açırlar, soyqırım edirlər və işğalçılığa başlayırlar. İsrailin Fələstindəki soyqırımı biz misal verə bilərik. Və digər belə soyqırımlar da dünyada olur. Biz bunu misal verə bilərik. Minlərcə Fələstinli müsəlmanları qıran, arxasında NATO'da dayanan İsrail ölkəsi tərəfindən Fələstinli müsəlmanlara qarşı soyqırım başlatdığını biz gördük. Bəs digər müsəlman ölkələri niyə susur? İrandan başqa İsrailə cavab verə bilən bir digər müsəlman ölkəsi niyə olmadı? Mən özümə də bu sual verirəm. Bəs İsrail Fələstinə qarşı soyqırım eləyəndə dünyada nə qədər müsəlman ölkələri var? Çox. Niyə digər müsəlman ölkələri görməməzliyə vurdu və yaxud da yardım, humanitarni kömək eləyərlər? Ancaq digər ölkələr niyə görməməzliyə vurdu? Rusiya Fələstinə nə qədər kömək elədi bu müharibədə? Bəs digər ölkələr, digər müsəlman ölkələr niyə köməklik göstərmədi? Yeganə İran o İsrailin Fələstinlər üzərində etdiyi işğallara tab gətirə bilmədi və İsrailə lazımi cavabı verdi. Ancaq İsrailin də arxasında NATO dayanır. NATO da İrana zərbələr endirdi. Biz də onu görürük. Bəs digər müsəlmanlar biz niyə birləşmirik? NATO necə birləşir? Bir ölkə, bir insan onu idarə edir. Bəs biz müsəlmanlar niyə birləşə bilmirik? Niyəsi ondandır ki, 20 nəfər bir insan bir yerə toplansa və yaxud da 100 dənə bir insan bir yerə toplansa, o 100 insanı da tanımayan bir müsəlmanlardan söhbət edir. Tanımayan bir 100 dənə Zaqataladan, Balakəndən və yaxud da Omskadan, Moskvadan 100 dənə müsəlman bir yerə biz toplayırıq və o 100 dənə müsəlmanı da sonra bir 10 yerə paylayırıq. 10 nəfər tanımayan müsəlmanlar. Həmin müsəlmanların dini nöqteyi nəzərdən haqq olan İslamı onlara anlatmaya çalışsanız, hamının özünün qurtarıcısı olacaq. Necə xristiyanların İsa və yaxud da şiələrin Mehdi qurtarıcısı və yaxud da İsrail Yahudilərin Üzeyir qurtarıcısı gözlədikləri kimi hər birisinin qurtarıcısı olacaq. Deməyim ondadır ki, biz bir ola bilmirik. Biz bir ola bilmirik. Va'tasimu bihablillah cemi'an və la təfərruq. Allah Taala deyir, bu mənim yolumdan, doğru yolumdan hamılıqla birlikdə yapışın və bölünməyin. Parçalanmayın, dağılmayın, firqələrə ayrılmayın. Bayaq dediyim o 100 müsəlman 10 adam bölük eləsək, həmin hər 10 adam hamısı biri digərinə müxalif olacaq. Niyə? Bayaq dediyim kimi, hərəsinin İslam inancından əlavə hansısa həyata keçirən ritualları, hansısa həyata keçirən inancları və yaxud da hansısa onların qurtarıcıları var. Sizə desəm ki, bizə nə qurtarıcıya, nə də əlavələrə ehtiyac var. Haqq olan din İslamdır. Allah Taala da Quranda bunu tamamladığını deyir və buna bir əlavəyə ehtiyac yoxdur, əlavələrə ehtiyac yoxdur. Şəfaətçi olaraq yalnız bizə Allah kifayət eləyər, yardımçı da, dost da Allah kifayət eləyər desəniz,
Deyəcəklər, sən necə hədisləri inkar eləyirsən, sən ədət-ənənələrə və yaxud da atalarımızdan gördüyü dini eləmirsən deyə belə cahil təfəkkürdə olacaqlar. Bir deməyim odur ki, əziz müsəlmanlar, həmən bayaq o 100 nəfər müsəlmanı biz 10 nəfərə ayırmağımızın məqsədi odur ki, həmin o 10 nəfər 10-10 olan 10 tayfalı müsəlmanlar necə ki biri digərinə müxalifdirlər, biri digərinin düşməni kimi görürlər. Bu deyəcək mənim məzhəbim budur, bu deyəcək o birinin təriqəti budur, mənim ustam belə deyib, mən o ustamın dediyi ilə, ustaya mən söz deməyə icazə vermərəm, ustamı mən atadan daha çox istəyirəm, valideynlərimdən də daha çox istəyirəm. Belə bir cahilin yazdığı belə bir hadis də var. Əgər siz Peyğəmbəri öz ata-ananızdan çox istəməsəniz, siz iman etmiş olmazsınız. Belə cahil danışılan söhbətlər də var. Buna istinadən də necə ki birisi belə bir hədis uydurub, bir digəri də bir hədisi uydurub ki, hədisə oxşayan bir şey. Müridi əgər sən sevməsən, ata-anadan da çox müridləri sevməsəniz, siz iman etmiş olmazsınız. Biz müsəlmanlar bu savaşdan misal gətirib bura mən gətirdim. Bizdə birlik yoxdur. Doğru söz deyəni Qoranist deyəcəklər, Vahabist deyəcəklər, hər hansı axmaq söhbətlər eləyərək ləqəblər taxmağa başlayacaqlar. Ağlını işlədən gözəl şəxsiyyətlər var. Onlara hörmətim də var. Hər zaman daim onlarla söhbətim də var. Məni tanıyan və yaxud da tanımayan insanlar var. Ancaq dediyimi anlayan, ağlını işlədən müsəlmanlar var, amma buna zid hərəkət edən ağılsız insanlar da var və belə etdiyimiz təqdirdə biz nə qədər ki birimizi bir digərindən özgələşdiririk, özümüzünkini özgələşdiririk, nə qədər biz parçalanırıq, nə qədər bir-birimizdən uzaqlaşırıq, düşmənləşirik bir-birimizə, o qədər də biz zəif olasıyıq və o qədər də belə İsrail kimi hökumətlər, ölkələr müsəlmanları qıracaqlar və digər müsəlmanlar da baxacaqlar onların necə qırılacağını, necə qırırlar, baxacaqlar və dəstək yardım olmayacaq. Humanitar köməklər ola bilər, ancaq hücum, müharibə ilə yardım olmayacaq. Niyə? Niyəsi bayaq dedim mən. Birlik yoxdur. Zəngin müsəlman ölkələrdə vardır, Dubay, Qətər kimi. Bu suallara da cavab olaraq deyə bilərik ki, dünya nüfuzundakı müsəlmanların əksəriyyətinin inancında Quran inancı yoxdur. Əfsuslar olsun ki, bu bir acı bir gerçəkdir. Çünki şəxslər üzərində qurulan inanc əsasları mövcuddur. Belə olduğu təqdirdə hər bir tayfanın özünə məxsus qurtarıcıları vardır və onları da ilahlaşdırıblar və şirkin içərisində batıb qalıblar, bayaq dediyim kimi. Hər bir tayfanın, hər bir insanın, hər bir müsəlmanların özlərinin yüzlərcə, minlərcə firqənin və yaxud da məzhəbin nümayəndələri, ustaların nümayəndələri hesab eləyən insanlar Allah ilə arada qoyduqları rabitələri və yaxud da digər şəxsləri ilahlaşdıraraq şirk eləyirlər və bilməyərəkdən həmin insanı Allahdan da rəhimli bir şəxs eləyirlər. Elə bir ki, mürid onu qiyamətdə qurtaracaq və yaxud da Peyğəmbər ona şəfaət eləyib Allahın cəzasından onu qurtaracaq. Belə cahil təfəkkürdəyik. Bizim ağlımız bu qədərdir. Mən bunu deyə bilərik. Çünki başqa bir düşüncəyə sahib olmasaq, biz bu ağılda qalasıyıq. Biz deyiləndə mən özüm nəzərdə tutmuram. Mən Allahın bildirdiyi şəkildə yaşayan müsəlmanam və insanları yalnız haqqa, doğruluğa və Qurana dəvət edirəm. Və digər yerdə qalan müsəlmanlar da belə cahil təfəkkürdə qalacaqlar və ölənə qədər haqqı görməyəcəklər. Bu şəkildə qalan müsəlmanların görən kör və eşidən sağırlar olacağını da Allah Quran-ı Kərimdə bildirir. Bugün oxuyacağımız ayətdə onları da görəsiyik. Belə olduğu təqdirdə hər bir tayfanın özünə məxsus qurtarıcıları vardır və onları da ilahlaşdırıblar və şirkin içərisində batıb qalıblar. Biz buradan da görürük ki, müsəlmanların çoxu da
biri digərinə dəstəkçi deyillər. Bayaq dediyim kimi, yardım yoxdur, kömək yoxdur, dəstək yoxdur. Ən çətinində Fələstin savaş içərisində mücadilə etdi İsrailə qarşı. Biz ki, müsəlmanlar bir-birimizə dəstək olmasaq, zəif olaraq, solidarlıq, həmrəylik ilə irəliləyək və çətinlikləri həmrəyliklə həll edək. Seçim sizindir. Birinci, özümüzlə özümüz arasında olan düşmənliyi ortadan qaldıraq. Biri digərindən özgələşdirməyi ortadan qaldıraq. Məzhəblər, firqələr deyərək ayrılmaları ortadan qaldıraq. Fərqləndirmələri ortadan qaldıraq. O namazda təşəhhüddə barmağı belə qaldırdı, o əlləri açıq buraxdı, o bağlı şəkildə qırdı, o rüküdən qalxanda əlləri yuxarı qaldırmadı, o bizim məzhəbdən deyil. Belə cahil söhbətlərini tərgiyək. Biz yalnız Allah üçün ibadət eləyirik. İstər insan şəhəddə əlini qaldırar, istər əli bağlı qılar namazı, istər əli açıq qılar. Birinin, digərinin kiminsə namazını, ibadətini, bunu absurdit eləməyə haqqı yoxdur. İbadəti biz Allah üçün eləyirik və heç kim bilmir kimin ibadəti qəbuldur. Kimin ən doğru ibadəti var, heç kim bilmir. Biz onu bilirik ki, Allahın əmr etdiyi şəkildə biz ibadəti eləsək, o zaman kamil insan Allaha layiq bəndə oluruq. Əgər özününkünü özgələşdirib və yaxud da müxaliflik eləməyə çalışsaq, ziyan eləyənlərdən və itirənlərdən olaraq. Əziz müsəlmanlar, buna diqqət edin. Quran ayələrinə keçək. Bəqərə 75. Quranı anlamaq istəməyənlər, bunların sizə inanıb güvənmələrini mi gözləyirsiniz? Kim olursa olsun Quranı anlamaq istəməyənlər. Onların qəlbləri qatılaşıb, Qurana, zikrə artıq yer qalmayıb. Zikr bir şeyləri çox təkrar etmək deyildir. Zikr Quranı öz dilimizdə anlamaq və beynimizdə yerləşdirməkdir. Halbuki onlardan bir zümrə vardır ki, Allahın sözünü eşidib, anladıqdan sonra bilə-bilə onu təhrif edərək başqa tərəflərə çəkirlər. Belə insanlar da mövcuddur. Bəqərə 70 oldu. Onlar möminlərlə rastlaşanda biz iman gətirdik deyir, bir-birləri ilə baş-başa qaldıqda isə belə deyərlər. Allahın sizə göstərdiyi şeyi, o kitabın doğruluğunu nə deyə onlara söyləyirsiniz? Sahibiniz Rəbbinizin qatında sizə qarşı dəlil gətirsinlər deyəmi? Heç düşünməzsinizmi? 77. Məgər onlar bilmirlər ki, Allah onların gizli saxladıqlarını da aşkara çıxardıqlarını da bilir. Onların bir qismi ümmidir. Ümmi anadan doğulduğu kimi təhsil və professiya almamış mənalarında istifadə olunur. Ümmi təhsil almayan və yaxud da hansısa oxuma yazma bilməyən də deyə bilərik və yaxud da təhsil almayan və ya professiya olmayan adama da ümmi deyilir. Bu ərəb sözüdür. O demək deyil ki, Peyğəmbər ümmidir, o oxuma yazma bilməyən insan idi. Belə cahil təfəkkürdə olmayın. Çünki Adəm əleyhissalama dünyanın bütün bilgiləri öyrətdiyi kimi Allah Taala bütün 25 peyğəmbərə, bütün peyğəmbərlərə bilgiləri verib, öyrədib, həm oxumayı, həm yazmağı biliblər. Həm oxuya biliblər, həm yazmağı biliblər. Hər şeyi bilən insanlar olub, onların bilgisi, onların bu informasiyalara sahib olması Allahın bir lütfüdür. Və seçilən bir insanlardır. İnsanlar arasında peyğəmbərləri Allah Taala özü seçir. Kim peyğəmbərliyə layiqsə Allah Taala həmin insanı peyğəmbər seçir və elçi olaraq göndərir, öz əmrlərini insanlara çatdırmaqdan ötürü. O kitabı deyil, onunla əlaqəli xülyaları bilir və sadəcə zənnə uyurlar. Onlara Allah tərəfindən özlərində olanı təsdiqləyən bir kitab Quran gəldi. Əvvəlləri kafirlərə qarşı qabağını bu kitabla açmasını gözləyirlərdi. Amma tənqidləri kitab gəlincə onu görməzlikdə dirəndilər. Amma tanıdıqları kitab gəlincə onu görməzlikdə dirəndilər. Allahın lənəti kənar etməsi belə kafirlərədir. 90.
özlərini necə də pis satdılar. Allah seçdiyi bir quluna yaxşılıq edib kitab indirdi deyə həsəd apararaq Allahın indirdiyi hər şeyi inkar etməklə nəfslərini satıb əvəzində aldıqları şey necə də pisdir. Başlarına qəzəb üstünə qəzəb gəldi. O kafirlərin haqq etdiyi alçaldıcı bir əzabdır. Ən-Nisa 140. Allah kitabda sizə nazil etmişdir ki, Allahın ayələrinin inkar edildiyinə və onlara istehza olunduğunu eşitdiyiniz zaman günahkarlar başqa bir söhbətə keçməyincə onlarla bir yerdə oturmayın. Əgər bir günahkar Qur'ana zidd söhbətlər eləyirsə, başqa bir söhbətə dalmadan onlarla oturmayın, Allah Teala deyir. Bu Allahın əmridir, İslamın da şərtidir. Yoxsa siz də onların tayı olarsınız. Şübhəsiz ki, Allah bütün münafiqləri və kafirləri cəhənnəmə toplayacaqdır. 141 Nisa. Onlar sizi gözətləyirlər, pusurlar. Allah sizə bir fəth nəsib etsə, məgər biz də sizinlə deyildikmi deyərlər. Əgər kafirlərə bir qələbə nəsib olsa, məgər biz möminlərlə birlikdə sizə qalib gələ bilməzdikmi? Sizi möminlərdən uzaqlaşdırmadıqmı söyləyərlər. Qiyamət günü Allah sizin aranızda hökm verəcəkdir. Allah kafirlərə möminləri məğlub etməyə yol verməyəcəkdir. Allah kafirlərə möminləri məğlub etməyə yol verməyəcəkdir. Əl-Maidə 52. Sən qəlbində xəstəlik olanların, Qurana qarşı qəlbi xəstə olan, onu anlamaq istəməyənlərin, qorxuruq ki, başımıza bir fəlakət gələ deyərək onların arasında vurğunduqlarını görürsən. Ola bilsin ki, Allah xəstəliklərini ortaya çıxarar və ya öz tərəfindən bir əmir versin və onlar ürəklərində gizlətdiklərindən peşman olsunlar. Ali İmran 53. Əl-Maidə 53. İman gətirənlər sizə deyəcəklər, sizinlə bərabər olacaqlarına dair Allahın adı ilə möhkəm and içənlər bunlardırmı? Onların əməlləri puça çıxdı, özləri də ziyana uğrayanlardan oldu. Ey iman gətirənlər, sizlərdən hər kim dindən dönsə, Allah onların yerinə sevdiyi və onu sevən bir topluluq gətirər. Onlar da onu sevərlər, inanıb güvənənlərə qarşı sevgili, ayətləri görməzlikdə gələnlərə qarşı başları dik olur. Allah yolunda mücadilə edər və qınananın qınanmasından qorxmazlar. Bu Allahın lütfüdür. Onu tərcihini doğru edənə verir. Allahın imkanlarını genişdir. O hər şeyi bilir. Əl-Maidə 54-cü ayəsində Allah Teala ey iman gətirənlər sizlərdən hər kim dindən dönərsə, misalını niyə çəkmiş ola bilər? 99% məzhəb, firqə və təriqət insanlarının dedikləri dindən dönən öldürülür kimi anlayışlar vardır. Əgər dindən dönən öldürülsəydi, Allah iblisi, cini, şeytanları niyə öldürmədi? Heç kimin bir digər insana dini məsələsində nə edirsə etsin deməyə haqqı yoxdur. Əgər bir insan günah işlər eləyirsə, dinə zidd söhbətlər eləyirsə, ona deyə bilər. Ancaq doğruları deyə bilər. Əgər fayda vermirsə, həmin insan cavabını Allaha özü verəcək və heç bir insan bir digər insanın günahından cavabdeh deyildir. Mən özümə, siz də özünüzə cavabdehsiniz. Çalışın, doğruları eləyin, yanlışları tərgiyin. Doğruları insanlara əmr edin eləməyə, yanlışlarından çəkindirməyə əmr edin. Bu Allahın əmridir. Allahın əmrini də insanlara çatdırın. Yaxşılığı əmr et, pislikdən çəkin. Bunu qısacası biz belə anlayaq. (55-ci ayə) Sizin himayədarınız, dostunuz yalnız Allah, onun elçisi və iman gətirənlərdir. Onlar Allaha boyun əyərək namaz qılar və zəkat verərlər. Bizim himayədarımız, dostumuz. Uca Allah, elçiləri, Qur'an və möminlərdir.
bizim dostumuz. Kim Allahı, onun elçisini və iman gətirənləri özünə dost tutarsa, bilsin ki, qələbə çalanlar da məhz Allahın firqəsidir. Allaha yaxın olanlardır, onlar da iman əhlidirlər. Əl-Ənam 42. Səndən əvvəl də ümmətlərə elçilər göndərmişdik. Biz onları sıxıntıya və çətinliyə düçar etdik ki, bəlkə boyun əyərlər. Allah Teala bütün peyğəmbərləri də və digər insanları da, digər qövmləri də sıxıntılarla və çətinliklərlə imtihan eləyir və dünyanın məqsədi, qayəsi sıxıntılara səbir göstərməkdir. Əlimizdə olmayan səbəblərlə başımıza gələn hadisələrə biz səbir göstərməliyik və Allah Teala heç bir insana daşıya biləcəyindən artığını yükləməz. Ancaq hər insan nə qədər daşıyacaqsa, o qədərini Allah yükləyər. Allah Teala bizə zülm etməz. Biz özümüz özümüzə zülm edirik. Əl-Anam 43. Nə üçün çətinliklər onlara gəldiyi zaman boyun əymədilər, onların qəlbləri sərtləşdi, şeytan da onlara etdikləri əməlləri gözəl göstərdi. Onlar özlərinə edilmiş xəbərdarlığı unutduqları zaman hər şeyin qapılarını onların üzünə açdıq. Onlar özlərinə edilmiş xəbərdarlığı unutduqları zaman hər şeyin qapılarını onların üzünə açdıq. Özlərinə verilən nemətlərlə lovğalandığı vaxt isə onları qəflətən yaxaladıq və onlar naümid qaldılar. Beləliklə də zalım cəmaatın kökü kəsildi. Həmd olsun aləmlərin Rəbbi Allaha, hər şeyi gözəl edən yalnız uca Allahdır. 46. Deyə ki, düşünsənizsə bir deyin görək, əgər Allah sizin eşitmə və görmə qabiliyyətinizi əlinizdən alsa, qəlblərinizi işləməz hala gətirsə, Allahdan başqa hansı ilah onları sizə qaytara bilər? Bunu eləyə bilən bir digər ilah varmı Allahdan başqa? Yox. Bax gör biz ayələri necə izah edirik, sonra onlar yenə üz çevirirlər. Görən kör və eşidən sağır kimi biz olmayaq. Bu dünyada biz nə qədər Quran ayələrini görməməzliyə vursaq, Allah Teala qiyamətdə həmin insanı yenidən dirildəndə onu kör olaraq dirildəcək. Quran ayələrini görməməzliyə vuranları mən deyirəm. Öz dilimizdə oxumayan, sən onu anlamazsan, sən onu başa düşməzsən, öz dilimizdə oxumaqdan ötürü deyildir Quran. Belə söhbətlər eləyənləri, yəni Quranı sizə anlamaq istəyirsiniz, onu alıqoyanı, ondan sizi uzaqlaşdıranları əgər varsa, Quran öz dilinizə oxumayın, siz anlamazsınız, sizlik deyildir deyənlər varsa, həmin insanlar görən kör, eşidən sağırdırlar və qiyamətdə də kör olaraq Allahın huzuruna çıxarılacaqlar. Allahın huzurunda o çıxanda Allaha deyəcək ki, ey Allah, mən bu dünyada görürdüm, bəs niyə mən indi görmürəm? Allah da ona deyəcək, sən sağ olduğun müddətdə Quran ayələrini necə görməməzliyə vurdunsa, bugün də mən səni kör olaraq huzuruma gətirdim, deyəcək Uca Allah və biz bunu anlayırıq, görürük. Qurandan Allahın misalları da mən sizə çəkirəm. Dediklərim heç birisi özümdən danışmıram, hamısı Quran ayələridir və siz özünüz bilərsiniz, seçim sizindir. Bir deyin görək, özünüzə baxdınızmı? Məgər Allahın əzabı sizə qəflətən və ya açıq-açığına gəlsə, zalım cəmaatdan başqası həlak edilərmi? Biz elçiləri yalnız müjdə verən və xəbərdarlıq edənlər kimi göndəririk. Elçilər, peyğəmbərlərin vəzifələri yalnız bizə xəbərdar eləmələri və Allahın hökmləri olduğu kimi bizə çatdırmalarıdır. İman gətirilib əməlləri islah edənlərin heç bir qorxusu yoxdur və onlar kədərlənməyəcəklər. İman gətirib əməlləri islah edənləri, yaxşı əməl eləyənləri, biri digərindən özgələşdirməyən, məzhəbçilik eləməyən, ortalığı fitnə fəsad salmayan, düşmənçilik eləməyən belə insanları
eləməyənləri, yaxşılıq eləyənləri, Allah üçün hər bir yaxşılıq eləyənləri Allah nəzərdə tutur burada. Yoxsa firqəyə bölünüb də məzhəbçilik eləyən insanlar deyil. İman gətirib əməlləri islah edənləri. Biz bir insanla söhbətə otururuq. Bir məzhəbçi ilə söhbətə başlasanız, orada dava qırğın düşəcək. Hanı iman? Hanı Allahın bildirdiyi bu ayəyə iman? İman gətirib əməlləri islah edənləri Allah Taala deyir. Biri digərinə düşmən olsa, harda qaldı iman, ədalət, əxlaq, rəhim, mərhəmət, gözəl əxlaq sahibi, savad, ağlını işlətməyi hardadır o? Dindən söz açan kimi biri digərinə düşmən olur. Niyə? Məzhəbçiliklər, qruplar, firqələr və yaxud da ilahlaşdırdığınız insanlar ortada olduğu müddətcə bu düşmənçilik davam edəcək. Ailəmizi yalan sayanlara isə günah işlədiklərinə görə əzab toxunacaqdır. Həm ayələri yalan sayanlar, həm ayələri görünməməzliyə vuranlar, həm o ayələri öz dilinizdə oxumaq istəməyənlər Allah nəzərdə tutur. Mən həm Azərbaycan, Rus, Türk dilində o ayələri oxuyuram, Allahın əmrlərini oxuyuram, anlayıram. Hər gün düşünürəm. Allah Taala bizə ağıl verib, təfəkkür eləməyə, hər çalışmaya, hər bir şeyə eləməyə Allah Taala bizə ağıl verib. Allah Taala ağıllarını işlətməyənlərin üzərinə pisliklər yağdıracağım deyir. Və bizim ağlımızı işlətməyimizi Allah Taala istəyir. Oxuyub araşdırmağımızı Allah Taala istəyir. Bu İslamın şərtidir. Necə İslamın şərti 5 deyib bilirsinizsə, həmin o 5 deyil, İslamın şərti, Quranda keçən bütün əmir və yasaqlar İslamın şərtidir. Buna kim zid nə deyirsə desin. Qiyamətdə cavabı Allaha verəcək olan odur. Mən olduğu kimi sizə bildirirəm. Seçim yenə sizindir. Gizli bilgilərin, qeybin açarları Allah yanındadır. Onları yalnız o bilir. O quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru şey yoxdur ki, açıq aydın yazıda, dəftərdə olmasın. Gecələr sizi yatızdıran, vəfat etdirən, biz yuxuda ölmüş kimiyik. Gecələri bizi yatızdıran, vəfat etdirən. Yatanda vəfat olunmuş kimi oluruq. Gündüzlər isə nələr etdiyinizi bilən odur. Sonra o sizi səhərlər oyadır ki, müəyyən olunmuş əcəliniz gəlib çatsın. Bəzi insanlar yuxuda ölürlər və yaxud da bəzi insanların Allah Taala əcəlül müsəmmə deyir. Hər bir insanın ölüm vaxtı var. O vaxt hər bir insanın başına gələcək. Sonra isə dönüşünüz ona olacaq və nə etdikləriniz barədə sizə xəbər verəcəkdir. Nə etdikləriniz barədə. Bu dünyada nə eləyirəm və nə eləyirsiniz. Nə eləyirəm həm mən və siz nə eləyirsiniz. Cavabı Allaha özümüz verəsiyik. Bunun üçün etdiyinizi gözəl edin. 61-ci ayə. Allah öz qulları üzərində mütləq hakimiyyət sahibidir. O sizə gözətçi mələklər göndərir. Həm yanımızda, həm sağımızda, solumuzda gözətçi, qoruyucu və yazıcı mələklər var bizim. Nəhayət sizlərdən birinə ölüm gəldiyi zaman elçilərimiz mələklər onun canını alırlar, vəfat etdirirlər və heç bir səhvə yol verməzlər. Əzrail mələk adı olan can alan mələk Quranda yoxdur. Əzrail mələk uydurulmuş bir addır. Əzrail. Allah Taala Quranda ölüm mələkləri deyir. El arasında Əzrail mələyi ölüm mələyi deyə tanınırlar və Quranda belə bir ad keçən mələk yoxdur. Quranda keçən isə ölüm mələkləridir. Onlar Allahın əmri ilə gələn elçilərdir, ruh alan mələklərdir. Və Əzrail adı deyə mələk olmadığını biz gördük. Ölüm mələkləridir. Bir neçə mələk gəlir, ölüm mələyi. Əl-Araf 40 şübhəsiz ki, ailələrimizi yalan sayanlara və onlara təkəbbürlüklə yanaşanlara göyün qapıları açılmayacaq və dəvə iynənin gözündən keçməyincə onlar cənnətə girməyəcəklər. Dəvə iynənin, iynə biz bilirik, tikiş eləyəndə iynə istifadə edirik. O iynənin içərisindən dəvə girməyincə onlar cənnətə girə bilməzlər. O da olmayacaq bir şeydir. Biz günahkarları belə cəzalandırırıq.
Şübhəsiz ki, ayələri yalan sayanlara və onları təkəbbürlüklə yanaşanlara Allah Teala niyə dedi qapıları açılır, onlara qapıları açılmayacaq, göyün qapıları? Çünki bu dünyada Allah Teala bizi Quran yoluyla yaşayıb yalnız onun hökmləri ilə hökm etməyi əmr edir. Yenə deyirəm mən, Qur'anı biz əgər öz dilimizdə oxuyub anlamasaq qula qul olarıq. Qula qul olmamaq üçün həqiqi din, Allahın dini, İslamı yaşamaqdan ötürü yalnız Qur'an hökmləri biz eləmək məcburiyyətindəyik. Onların cəhənnəm odundan yatağı və yorğanları olacaqdır. Beləliklə zalimləri belə cəzalandırırıq. Kim Qur'ana təkəbbürlük göstərsə, onu anlamaq istəməsə və ondan üz çevirsə, əbədi qalacağı cəhənnəm əzabı olduğu Allah Teala bildirdi. Müsəlman olsun, səhərdən axşama, axşamadan səhərə qədər namaz qılsın. Əgər yenə həmin şəxs Qur'anı anlamaq istəməsə, Qur'anı ancaq ərəbcə ağlayaraq, oxuyaraq, Qur'anı anlayan dilində oxumaq haramdır əgər desə, həmin insan da kafir olmuşdur, sayılır. Qur'an ayələrində bir insan əgər Qur'anda 6236 dənə ayə var. Hamısı Allahın sözü, Allahın əmridir. Bunun bir ayəsini biz inkar eləsək, biz kafir oluruq. Bir ayəsini inkar. 6236 dənə ayəyə biz iman gətirməliyik. Necə ki, bütün kitablara, mələklərə, qiyamətə, öldükdən sonra dirilməyə necə biz iman gətiririksə, Qur'anda olan bütün əmrlərə biz iman gətirməliyik. Birinə biz riayət eləməsək, yoldan çıxmış sayılırıq. Artıq özünüz düşünün. İman gətirib yaxşı əməllər edənlərsə cənnət sakinləridir. Onlar orada əbədi qalacaqlar. Biz hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər yükləyirik. Xalqın içində təkəbbürlük göstərən etibarlı insanlar belə dedilər: Ey Şüeyb, ya biz hökmən səni də səninlə birlikdə iman gətirənləri də yurdumuzdan çıxaracaq, ya da siz bizim düzənimizə dönəcəksiniz. Şüeyb dedi, biz istəməsək dəmi? Həmin qövmün insanları Şüeyb peyğəmbər onlara İslamı təbliğ eləyəndə onlar da Şüeybə qarşı çıxıblar və deyiblər ki, atalarımızın dini elədiyi halda sən özündən din niyə gətirirsən? Şüeyb Allahın elçisi olub, peyğəmbər olub və onlar Şüeybə qarşı belə hədə-qorxu gəliblər və inkarçı olublar. Allah bizi sizin düzəninizdən xilas etdikdən sonra biz yenə də ona qayıtsaq, Allah'a qarşı yalan uydurmuş olarıq. Rəbbimiz Allah istəməyincə bizim ona dönməyimiz olacaq bir şey deyildir. Rəbbimiz elmi ilə hər şeyi əhatə etmişdir. Biz Allaha təvəkkül etmişik və ona güvənib dayandıq. Ey Rəbbimiz, bizi xalqımızdan ən doğru bir şəkildə ayırmayı ən yaxşı edən sənsin. Ən-Ənfal 19. Ey inanıb güvənənlər, önünüzün açılmasını istəyirdiniz, beləliklə o açıqlama gəldi. Önünüzün, qabağımızın açılmasını istəyirik, o açıqlama gəldi. Əgər küfrə son qoysanız, bu sizin üçün xeyirli olar. Yox, əgər qayıtsanız, biz də qayıdarıq. Dəstəniz nə qədər çox olsa da, bu sizi heç bir şeydən qurtara bilməz. Şübhəsiz ki, Allah möminlərlədir, iman edənlərlədir. Ey iman gətirənlər, Allaha və onun elçisinə itaət edin, eşitdiyiniz halda ondan üz döndərməyin. Eşitmədikləri halda eşitdik deyənlər kimi olmayın. Siz Allahın ayələrini eşitdiniz və yaxud da eşitmədiniz, eşitdik deyərək bilməyən şeyi bildim deyən vəziyyətdə olmayın. Necə Allah Teala deyir? Eşitmədikləri halda eşitdik deyən kimi olmayın. Siz eşitmədiniz. Eşitdik deyən kimi olmayın. Çünki mən bugün sizə Allahın ayələrini danışıram. Siz də eşidirsiniz və dinləyirsiniz. Allahın hökmləri ilə artıq biz hökm edək. Şübhəsiz ki, Allah yanında canlıların ən pisi, ağıldan istifadə etməyən,
ağlını işlətməyən Allah Teala sadlayır bunları, mən deyil. Karlar və lallardır. Ağılları işlətməyən Allah yanında ən pis canlılar onlardır. Ağıllarını işlətməyən insanlar. Burada xəstələr nəzərdə tutulmur. Karlar və yaxud da lallar. Burada xəstələr nəzərdə tutulmur. Görən kör, eşidən sağır. Burada bu budur. Görən kör kimdir? Ayələri görür, amma onu örtür, üstünü örtür. Ayələrin üstünü bağlayır. Bunu kənara elə, bunu danışma, bunu qoy. Danışmır. Həmin insan Allah qatında ən pis olan canlılardan birisi olacaq. Eşidir, görür, amma kənar eləyir. Mənfəətinə əl vermir. Və yaxud da insanlar ona deyəcək ki, insanların xoşuna gəlməyəcək Allahın ayələrini deyirsən. Bəs sən düşünmürsənmi? Allahın xoşuna gələrmi belə etdiyin halda? Gəlməz. Çünki onun üçün Quran ayələri insanlara danışmaq məcburiyyətində sən də, mən də, hamımız da. Bu Allahın əmri və İslamın şərtidir. Görən kör, eşidən sağır olmayaq. Görüb əməl eləyək, eşidib də dinləyərək insanlara Allahın ayələrini çatdıraq. Məqsəd haqqı demək və eşitmək istəməyənlərdir. Burada görən körlər və eşidən sağırlar, bunlar nəzərdə tutulur. Xəstələr və yaxud da xəstə olan insanlar nəzərdə tutulmur. Əl-Ənbiya 96, onlardakı bu hal qiyamət günü Yecüc və Mecücün qəbirləri açılıncaya qədər sürər. Onlar hər bir təpədən axın edər, tez gələrlər. Yecüc və Mecüc yer üzərində fəsad çıxaranlardır. Bunlar Allahın lənətini və cəhənnəmi haqq etmiş kimsələrdir. Yoxsa Çin səddini yıxıb gələcək balaca boylu məxluqlar nəzərdə tutulmur. Çin səddi yıxan balaca boyluları biz nağıllardan oxumuşuq. Yecüc və Mecüc balaca boylu insanlar Çin səddini yıxıb gələcəklər, qiyamətdə onlar olacaqlar. Belə bir nağıllardan oxuduğumuz şeydir. Yecüc və Mecüc yer üzərində fəsad çıxaranlar kimlərdirsə Allah Teala onları nəzərdə tutur. Kim fəsad çıxarırsa o Yecüc və Mecüc. Yecüc və Mecüc yer üzərində fitnə çıxaranlardır. Məsələn, İsrail hökuməti misal verə bilərik. Minlərcə Fələstinliyi öldürdülər. Bu fitnə fəsaddır və Yecüc və Mecüclük eləyənlər İsrail. İsrail xalqı demirəm, İsrail hökuməti deyirəm mən. İsrail xalqı bunu istəmir və İsrail hökuməti, dövlət adamları bunu eləyirlər İsrailin. 97 haqq olan vədimiz yaxınlaşdıqda kafirlərin gözləri dərhal bərələcəkdir. Onlar deyəcəklər, vay halımıza, biz bundan qafil idik, üstəlik zalım da olmuşuq. Həm siz, həm də Allah ilə aranıza qoyaraq qulluq etdikləriniz cəhənnəm odunudur. Siz oraya girəcəksiniz, ibadətdə diqqətli olun, Allah ilə aranıza heç kəsi almayın. Həm siz, həm də Allah ilə aranıza qoyaraq qulluq etdikləriniz həmin şəxsləriniz ilahlaşdırırsınız. Onlar Allah Teala deyir, cəhənnəm odunusunuz. Yəni cəhənnəmdə yanacaqsınız. Allah ilə heç kəsi tay tutmayın. Allah bizi xəbərdarlıq eləyir. Allah belə hökm eləyir. Allah əmr eləyir. Belə şirkə yol vermə Allah Teala deyir. Nə qədərimiz bu ayəyə biz riayət eləyirik? Riayət eləyənlər var, amma çoxu riayət eləmir. Çoxu din deyə uydurmaları həyata keçirir. İbadətə diqqətli olun, Allah ilə aranızda heç kəsi almayın. Allah ilə aranızda bir boşluq olmasın. O boşluq olsa oraya müridlər əlavə edərsiniz və şirk etmiş olursunuz. Allah ilə heç bir boşluğunuz olmasın aranızda. Müridi əlavə eləyərsiniz, rabitə eləyərsiniz. Belə etdiyiniz halda bütün ibadətləriniz yox olub gedər. İbadəti yalnız Allah üçün edin. Ona yalvarın, yalnız ona qul olun. Əgər ibadətdə şirkə yol versəniz, bütün ibadətləriniz puç olar. Əs-Səcdə 29-də hökm günü kafirlərin imana gəlməsinin faydası olmayacaq və onlara möhlət də verilməyəcəkdir. Artıq onlardan üz çevir və gözlə, doğrusu onlar da gözləyirlər. Səbə 22. De ki, aranıza qoyub Allaha yaxın saydıqlarınıza
göylərdə və yerdə zərrə qədər hakimiyyəti olmayanlara yalvaracaqsanızsa yalvarın. Onların göylərin və yerin yaradılışında heç bir şəriki yoxdur, nə də Allahın onlardan bir dəstəkçisi vardır. Onun qatında şəfaətin, yardımın, onun icazəsi verdiyi kimsədən başqasına faydası olmaz. Şəfaəti Allah icazə verdiyi halda onlar ala bilərlər. Allah icazə versə şəfaəti ala bilərlər, yardımı görə bilərlər. Allah icazə verdiyi halda mələklər yardım göstərərlər. Allah kimə şəfaət eləyəcəksə, mələklər ona yardım eləyə bilərlər. Allahın izni ilə, Allahın əmri ilə olar bu. Yoxsa Peyğəmbəri ortalığa qoyaraq belə şəfaət növü yoxdur, bu uydurma bir şeydir. Bizi şəfaət eləyəcək, yardım eləyəcək olan yalnız Uca Allahdır. Nəhayət içdən yalvardıqları sona çatdığında onlara Rəbbiniz nə demişdi deyə soruşurlar. Tamamilə gerçəyi söyləmişdi deyərlər. O ucadır, böyükdür deyə cavab verərlər. 24. Göylərdən və yerdən sizə ruzi verən kimdir? De Allahdır. Elə isə biz və ya siz ikimizdən biri ya doğru yolda ya da açıq aydın azğınlıq içindəyik. Allah bizə ruzi verir. Onu da biz bilirik. Sonra iki dəstə arasında belə sözləşmə gedir. Elə isə biz və ya siz ikimizdən biri ya doğru yolda ya da açıq aydın azğınlıq içindəyik. Bir dəstə Allaha iman gətirir, digəri yox. Kimdir bunlar? Biz də anlayırıq. İman etməyən insanlar, Allah insanlara ruzi verir, ona belə təşəkkür etməyən, Allahın verdiyi ruziyə minnətdarlığını bildirməyən, Allaha yalvarmayan insanlar ziyan eləyənlərdir. Allaha yalvararaq ona qul olan insanlar, onlar qurtuluş olan insanlardır. Rəbbimiz hamımızı bir araya cəmləşdirib, sonra da aramızda ədalətlə hökm verəcəkdir qiyamətdə. O ən ədalətli hakimdir, biləndir. Qiyamətdə Allah Teala bizi yenidən dirildib, bu dünyada aramıza hökm eləyəcəkdir. Deyək ki, onun səviyyəsində çıxardığınız ortaqları, şərikləri göstərin mənə. Əsla göstərəməzlər. Xeyr, sizi toplayacaq olan Allahdır. O güclüdür, doğru qərarlar verəndir. Biz səni bütün insanlara müjdə verən və xəbərlik edən bir peyğəmbər kimi göndərdik. Bütün 25 peyğəmbər. Onlar ancaq müjdəçi və xəbərdar eləyənlərdir. Lakin insanların çoxu bunu belə bilmir. Belə olduğunu bilmir. Bəziləriniz peyğəmbərləri ilahlaşdırmağa çalışanlarınız olacaq və yaxud da peyğəmbərə qarşı aşırı sevgidən peyğəmbəri ilahlaşdıranlar da olur. Bugünkü Quran söhbətimiz fəth ilə əlaqəli oldu. İnsan birinci öz ağlını və könlünü İslam gerçəyinə açmaqla insanları yalnız hidayətə çağırmalı və ölmüş qəlbləri olan canlı insanları Quran yolu ilə qəlbləri doğruluqla fəth etməlidir, açmalıdır. Və yanlışlarda olan insanlara Allahın əmrlərini bəyan etməlidir. Bu, hər kəs üçün fərz olan Allahın əmridir və İslamın da şərtidir. Qur'anı canı ölü olanlara yox, ölmüşlərə yox. Yasin surəsində də keçdiyi kimi, bu Qur'an yalnız diriləri xəbərdar etsin deyə göndərilmişdir ayəsi ilə yol gedək. Ölmüş qəlbləri olan diri insanları Qur'anı anlayan dilində oxuyaq ki, ölü qəlbləri dirilsin və doğru Allahın dininə yönəlsinlər. Siz Qur'anı canı ölmüş ölü insanlara yox, ölü qəlbləri olan, qəlbləri ölmüş, amma canlı insanlara anlayan dilində oxuyun ki, ölmüş olan qəlb dirilsin. Qur'an ölülərə yox, canlı olanlara oxuyun. Ölü qəlblər dirilsin və haqqa, dinə, İslama, Allaha yönəlsin. Din deyə uydurmaları yaşamasın. Allah bizi bu dini doğru yaşayanlardan və doğruları insanlara çatdıran səmimi gözəl əxlaq sahibləri eləsin. Fəth məsələsi oldu.
bugünkü bizim Quran söhbətimiz və Allahın fəth ilə əlaqəli bizə hansı ayələr, hansı hökmlər, əmrlər, bu barədə qadağaların nə olduğunu biz Quran ayəsində, Quran ayələrində oxuduq, anladıq, gördük. Bizim üzərimizə düşən vəzifəmiz bunları anladıqdan sonra onları yaşamaq, həyata keçirmək, Allahın bildirdiyi şəkildə Qur'anı insanlara təbliğ eləmək. Qur'an bizim yaşantımızdır. Qur'an bizim həyat tərzimizdir. O bizim necə deyərlər, stol üstü kitabıdır. Qur'an şkaf üçün və yaxud da seyf üçün göndərilməyib və yaxud da divarda asılsın deyə göndərilməyib. Qur'an insanın insan edən kitabdır. İnsanların instruksiyasıdır. Nə qədər ki bu dünyada insanlar Qur'andan uzaqdırlarsa, o qədər pisliklər, müharibələr, o qədər bir-birinə düşmənçilik, biri digərini özgələşdirməsi, insanlara qarşı mərhəmətsizlik. Nə qədər ki insanlar Qur'andan uzaqdırlar, bu şeylər hər zaman daim var olacaq. Bunların azalmasını istəyirsinizsə, problemlərin, bəlaların azalmasını istəyirsinizsə, Allaha yönələrək yalnız onun hökmləri ilə biz hökm edək. Hicr və yaxud da digər ayə yadımda deyil, hafiz olmadığıma görə Qur'an nömrə ayə ilə yadımda qalmır, ancaq Allahın hökmünü dilə gətirə bilərəm. Bayaq dediyim kimi Allah Taala ağıllarını işlətməyənlərə pisliklər yağdıracağını deyir. Nur surəsində olacaq, səhv eləmirəmsə. Niyə Allah Taala bunu desin? Çünki Allah bizi ağıl sahibləri eləyib və doğruları biz ayır eləməkdən ötürü Qur'an kitabı göndərib. Qur'an haqqı batildən ayırt eləyən kitabdır. Allah Taala istəyir ki, biz öz ağlımızı işləyərək, oxuyaraq, yaşayaraq, Qur'an zikirdir, beynimizdə yerləşdirərək həm insanlara çatdıraq, həm özümüz yaşayaq. Həm ailəmizə təbliğ eləyək. Bu vəzifə bir mənim və yaxud da digərinin onun bunun üzərinə düşən vəzifədir. Onlar təbliğ eləsin, bu qurtardı və yaxud da kəndin imamı bunu eləsin, bəsdir kimi anlayışlar olmasın. Allah Taala bizi bu kitabdan sorğu-sual eləyəcəyini deyir. Unutmayın ki, əgər Allah Taala bu kitabdan sorğu-sual eləyəcəyini dediyi halda siz başqa kitablardan hazır olsanız, bundan siz cavab verə bilməyəcəksiniz. Bu kitaba, Qur'an kitabına bu dünyada hazırlıq eləyin ki, beyninizdə o zikir yerləşsin, həm bu dünyada yaşadığınız müddətcə insanlara çatsın, həm də öldükdən sonra Allahın rızasını qazanan insan olarsınız. Bu dünyada biz nə qədər ki Qur'anı insanlara anlayan dilində çatdırsaq, Allah əməllərimizdən razı olar. Allah Taala gözəl əxlaq sahibləri, yalnız Allaha qul, yalnız onun şəfaətini gözləyən gözəl əxlaq sahibləri, möminlər eləsin. Bir-birimizə də həm dost, həm qardaş olaq. Düşmənçiliyi, məzhəbçiliyi eləyərək biri digərindən özgələşdirməyək. Can deyib, can eşidək. Və aleykum və salam və rəhmətullah və bərəkatuhu. Sağ olun, var olun.